Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin məzmunu ilə bağlı razılaşmaya baxmayaraq, iki qonşu ölkə arasında sənədin faktiki imzalanma vaxtı və yeri qeyri-müəyyən olaraq qalır. Azərbaycan hələ də Ermənistan konstitusiyasının preambulasına dəyişiklik edilməsi ilkin şərtindən imtina etməyib və rəsmi Bakının fikrincə bu Qarabağa iddialar nəzərdə tutur. Zəngəzur dəhlizi adlanan məsələ də həllini tapmayıb. Bu barədə erməni revanşist ekspert Tiqran Meloyan danışıb. Mediada bəzi təfərrüatlar barədə məlumat verilsə də, İrəvanla Bakı arasında sülh sazişinin məzmunu açıqlanmayıb. Bu, Ermənistanın Avropa Birliyinin atəşkəs monitorinq missiyasını sərhəddən geri çəkməsi və beynəlxalq platformalarda qarşılıqlı iddialarını geri götürməsidir. Sonuncu bir neçə ay əvvəl artıq bəlli olsa da, Avropa Birliyinin müşahidəçi missiyasının geri çəkilməsi sürpriz olub. Çünki onların mandatı bu yaxınlarda daha 2 il uzadılmışdı. Bundan sonra özünü strateji böhran vəziyyətinə salmış Avropa İttifaqından danışmaq olar, deyə Meloyan bildirib. O hesab edir ki, Ermənistan tərəfi qarşılıqlı kompromis əvəzinə bir tərəfli güzəşt yolunu seçib. Lakin bu məğlubiyyətə bərabərdir.